Salam, xoş gördük kanalımın əziz izləyiciləri. Bu günlərim sizi Ağdam rayonu Xıdırlı kəndi ilə tanış edəcəm. Bu bizim kənddir. İnşaat işləri çox sürətlə davam edir. Demək olar ki, yekunlaşmaq üzrədir. Xıdırlı kəndi kəndlərin içində ən böyük, demək olar ki, ərazisi və ev sahibi olan bir kənddir. Xıdırlı kəndi demək olar ki, ən yeni üslubda, ən yeni dizaynda tikilibdir. Mən bu günlərim çalışacağım ki, sizlərə Xıdırlı kəndindəki evlərlə bağlı məlumat verim. Bax, gördüyünüz kimi görünüş budur. Bax, bir evin tək fərdi. Bu məktəbidir. Nömrələrləndir. Üzərinə yazılıb. Küçələri var. Ağaclığı, parkı var. Bax, bunlar gördüyünüz kimi günəş paneli var. Yəni böyük evlərdir. Yəni say olaraq böyük evlərdir. 3 otaqlı, 2 otaqlı, 4 otaqlı mənzillərdir. Bax, görünüş bu formadadır. Gördüyünüz kimi, bax, küçələri asfaltdır. İşlər demək olar ki, çox sürətlə davam edir. İnşallah ki, yaxın zamanlarda belə başa düşürəm ki, bizlər də Xıdırlı kəndinə köçəcəyik. Bax, bu gördüyünüz ev Xıdırlı kəndinin bir nümunədir. Verilibdir bura. İndi isə yəqin ki, bu evlə sizi tanış edəcəyik də. Evlər demək olar ki, kuxna, mebeli, hər bir şeylə, yəni polunu, hər bir şeyi var evin. Qapıları gözəldir. Bax, gördüyünüz kimi möhkəm qapıları var. Bax, otaqlarına baxın, zəhmət olmasa. Bax, bu gördüyünüz kimi bunun otaqlarıdır. Kombisi var otaqların. Bu hal-hazırda göstərilən bu nümunədir. Yəni içində pərdə vermirlər. Sadəcə bu nümunəni göstəririk də sizə. Bu nümunəsidir bunun. A boyudur, gözəl keyfiyyət boyları var. Qəşəng remont ediblər. Bax, görünüş də budur. Həyəti də belə tam etləndir. Yəni çox obstanovkalı evdir. Yəni yeni bir, bax, kuxna mebeli də var. Hər cür şəraiti var. Kuxna mebelin də qurulubdur, kuxna mebeli. Otaqlar bax belə gördüyünüz kimi. Genişliğini də fakt görürsünüz. Otaqların genişliyi necədir. Çox gözəl genişliyə malikdir. İndi çox adamlar deyir ki, otaqlar biraz balacadır. Yəni ümumi standartlara uyğundur. Yəni əvvəl kimi böyük otaqlar da deyil, tamam, amma gözəldir. Çox gözəl otaqları var. Bax, burada sanitar otağıdır bura. Amma mənim ən xoşuma gələn sanitar otağıdır. Çox gözəl qurulub. Orada yuyunmaq yeridir. Silməsi ilə, ivanlik, əl yuyulanı, çox gözəl remontu, kafeli, metlağı, hər bir şey var. Və gördüyünüz kimi də bax, ayrı-ayrıdır hal-hazırda. Duş kabineti ayrıdır. Ayaq yolusu ayrıdır. Bax, belə söylədiyim, bunun hamısının qabağında belə taxtdan apşifka eləməyiblər. Yoxdur, o nümunə, sizdə vaxtlar nümunə kimi qoyulmuşdu o. Gözəl tavanı göstərir, bax, lüstrundan belə asıblar. Lüstrundan belə var. Normal evdir. Demək olar ki, normal genişliyə malikdir. Yəni hər bir avtostanovkası var. Yəni heç bir iş görməyəsən. Kombisindən belə, indi görüm göstəricidə bu da baxarıq. Kombisindən belə var. Çöl görünüşdəki gözəl axırıncı dizayna malikdir. Nömrələrlə həyət yanısı da 18-dir, 12 oturan var. Bax, küçələr belə asfaltdır, səkisi var. Bax, bu əsas mərkəzi olan məktəblərindən biridir Xıdırlının. Çox gözəl məktəbi var, böyük məktəbdir məsəl üçün. Böyük məktəbdir. Bax, belə inzibati binaları var. Xıdırlı kəndindən sağ tərəfdə tikilibdir. Böyük də geniş əraziyə malikdir.